hamam dəsmallarını və əl dəsmallarını bu şəkildə bükürəm. Belə ay ərzində lazım olanları ayırıram. Və ya ikinci üsul, tən ortadan qatlayıram. Və ya bu şəkildə, və yaxud da ki, üçüncü üsul, səliqə ilə bu şəkildə. Amma hal-hazırda gündəlik istifadə edirəm bu şəkildə bükülmələrdən. Bu şəkildə şkafın rəflərinə yığıram. Götürmək də dediyim kimi rahatdır. Həftəliklə lazım olanları bu tərzdə yığdım. Müxtəlif ölçülü olan dəsmallarımı isə, yəni iri xırdalı dəsmallarımı belə bir qablaşdırma aparıb qoyuram ki, dağılmasın. Mənə elə gəlir ki, müəyyən qədər dəyişiklik, pay hissəsində müəyyən qədər dəyişiklik etmək daha da yaxşıdır. Yəni evdə müəyyən qədər dəyişiklik etməyi mən xoşlayıram, sizi bilmirəm. Yəni tez-tez şkaf rəflərini dəyişmək və s. və s. Bu qədər də bu günləri bildiyimi sizinlə paylaşdım, bölüşdüm. Siz də bildiklərinizi mənə yazmağı unutmayın. Sağollaşmıram, hələlik deyirəm. Yeni videoda görüşənədək.